Salam, hər birinizi xoş gördük. Əziz abituriyentlər və onların müəllimləri. Bugün, yəni 28 iyun 2026-cı ildə OTK tərəfindən növbəti və demək olar ki, sonuncu blok imtahanı təşkil olundu. Blok imtahanının sualları ilə qarşınızdayıq. Suallara isə izah vermək istəyirəm mən, Şəlalə İbrahimova. Siz də bilirsiniz ki, blok imtahanının suallarının etalon cavabları hələ çıxmayıb. Sizlərə dəstək məqsədi ilə, cavabları 95-97% yoxlamaq məqsədi ilə mən cavabları sizə öncədən deyirəm, izah edirəm. Əgər fikrimdən çıxan, fikrimdən yayınan, görmədiyim, diqqətsizlik etdiyim bir məqam olarsa, siz öz fikirlərinizi mədəni bir şəkildə kommentlərdə bildirə bilərsiniz. Onu da bildirim ki, hər birinizin fikri mənim üçün önəmlidir. Suallara isə izah vermək istəyirəm mən, Şəlalə İbrahimova. Gəlin suallara baxaq. İnsanın rüşeymində rast gəlinmir. Çoxlu süd vəzlərinə, gəlsəmə yarığına, quyruq fəqərələrinə 2 kameralı ürəyə. 2 aylıq rüşeymdə həm 2 kameralı ürək, həm gəlsəmə yarığı, həm də biz quyruq fəqərələrinə rast gəlirik. Çoxlu süd vəzlərinə də 4 həftəlikdə rast gələ bilərik. Amma tük örtüyünə 4 aylıq, hətta 5 aylıq rüşeymlərdə rast gəlmək olar. Düşünürəm ki, ana bətnində 4-5 aylıq olarsa, o rüşeym mərhələsi sayılmaz. O sayılar döl mərhələsi. Ona görə də burada biz cavabı götürəcəyik. Tük örtüyünə malik olmaq. Növbəti suala keçirik. Bəzi suallar şifahi olduğuna görə onlara qısa izah verəcəm. Endoderma rüşeym vərəqindən yaranmır. Dərinin derma qatı endoderma rüşeym vərəqindən yaranmır. Mezoderma qatından yaranır. Digərlərini demək, tez bir zamanda görürsünüz, həzm sistemi, sidik hissəsinin epitelisi, bunlar endoderma mənşəlidir. Qadında 28 günlük aybaşı siklinin ikinci fazasında, yəni ikinci fazasında uşaqlıqda hansı proseslər baş verər? Əvvəlcə aybaşı sikli, ikinci mərhələ aybaşıdan sonraki mərhələ və üçüncü sarı cisim fazası. Burada isə ikinci fazası dediyinə görə artıq aybaşı sikli bitib və uşaqlığın divarı bərpa olunmağa başlayır. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Kələm kəpənəyi və güvə. Dişinin somatik hüceyrəsinin nüvəsində bir cinsi xromosom var. Bu sözü biz güvə üçün deyə bilərik, çünki onların erkəkləri XX-dir, dişiləri X0-dır. Pulcuqlular dəstəsinə aiddir. Hər ikisi güvə və kələm kəpənəyi pulcuqlular dəstəsinə aiddir. Erkəkləri homogametdir. Baxın, gəlin kələm kəpənəyinin bu hissədə yazaq. Erkəyi XY. Demək, dişiləri XY, erkəkləri XX. Bu kələm kəpənəyi. Bəs güvədə erkəklər XX-dir, dişilər X0-dır. Doğrudan da hər ikisinin erkəyi homogametdir. Ona görə 3-ü ortaya yazıram. Sürfələri yum məhsullarını korlayır. Bu əlbəttə ki, güvələrə aiddir. Dişinin karyotipində Y xromosom var. Bu isə aiddir kəpənəyə. İndi gəlin baxaq. 5, 2, 3 və 1, 4. Baxın, A bəndində belə bir cavab var. Növbəti suala baxaq. Xəstəliklərdən hansında vaksin vurulmur? Vərəmdir, tetanusdur, qızılcadır, polimelitdir, infeksiyon xəstəliklərdir. Ateroskleroz isə demək, bu damarların kirəçləşməsidir. Ona görə də burada vaksin vurulmur. Ağ planarinin sinir sistemində baş verən bir mutasiyadır. Sinir sistemi onun somatik hüceyrəsidir. Demək istəyir ki, ağ planarinin somatik hüceyrəsində bir mutasiya baş verərsə, o nəsildən nəsil ötürülə bilərmi? Heyvandır, fragmentasiya ilə çoxalarsa, bəli, hansı fragmentində, o sinir hüceyrəsində o mutasiya varsa, o ötürülə bilər. Ötürülə bilərin başqa hansı variantı var? Sadə bölünmə mümkün deyil. Ötürülə bilər sporla. Deməli, B variantı ən düzgün cavabdır. Maddələrin cansız təbiətdən canlı təbiətə. Bunu bitkilər eləyir, o yüzdən produsentlər. Cədvəldə müxtəlif müasir heyvan növlərinin xüsusiyyəti verilib. Sən bu heyvanlara aid yanlış olanı müəyyən eləyin. Əvvəlcə gəlin baxaq. X həmciyər və traxeyalarla tənəffüs eləyirsə, bu hörümçəkdir. Y gəlsəmələrlə tənəffüs eləyir və daxili skeleti yoxdursa, xərçəngdir. Gəlsəmə ilə tənəffüs eləyir və daxili skeleti varsa, o tərəfdən hərflər birləşməsin deyə balıqdır. Ağciyər və dəri və tənəffüs eləyir, eyni zamanda daxili skeleti var, bu da qurbağadır. Artıq mən doğru və yanlış cavabları seçə bilərəm. X canlısı, yəni hörümçək, ifrazat sistemi
həzm sistemi ilə bağlı olur. Doğru fikirdir, çünki onlarda malpighi boruları var. Mən yanlış axtarıram. K canlısının ürəyinin mədəciyində natam arakəsmə olur. K qurbağadır və onun ürəyinin demək içərisində natam arakəsmə olmur, kərtənkələdə olur. Bu doğru olmayan fikirdir, amma biz digərlərinə də baxaq, çünki maraqlı sualdır. S bəndində deyir, K canlısında qabırğarası əzələlər olmur. Əlbəttə, qurbağanın qabırğaları yoxdur ki, qabırğarası əzələləri də olsun. X və Y canlısı eyni tipə aiddir. Biri hörümçəkdir, biri xərçəng. Bunlar buğmayaqlılar tipinə aiddir. Z canlısının borulu sinir sistemi var. Balıqdır, bəli, borulu sinir. Ən doğru olan, yəni bizim testə cavab verən, yanlışı tap cavabını ödəyən B bəndidir ki, deyir ki, K canlısının ürəyində natam arakəsmə var, qurbağada isə natam arakəsmə olmur. Gəlin, baxaq, tərəddüd elədiyim suallardan biri də budur, çünki mən şəkli aydın görmürəm. Sizlər də fikir verərsiniz. Palıd yarpağının daxili quruluşunu göstərir və hansı hissəsində fotosintez gedər. Söhbətsəz ki, biz burada L və M-i 100% götürəcəyik. Sütunvari və süngərvari toxmalar. L və M götürək. K epitermisdir. Baxın, üst qatı göstərir. Düşünürəm ki, yarpaqlar, ağızcıqlar altda olar. Ona görə L, M və N götürürəm. Somatik hüceyrəsinin bir növəsində cinsi xromosomların homoloji cütünə. Deyir ki, cinsiyyət xromosomlarının homoloji cütü olsun. Down sindromlu oğlan istəyirsənsə 45 plus XY götürür. Baxın, cinsiyyət xromosomları homoloji cüt əmələ gətirmədi. Biri X-dir, biri Y. Lejan sindromlu oğlanda xromosomda sayında bir fərq yoxdur. Yəni, o 44 plus XY-dir. Onun xromosomunun quruluşunda fərq var. Klinefelter sindromuna baxaq. 45, demək, yox, 44, üstə gələk, XXY. Baxın, Klinefelter sindromunda cinsiyyət xromosomları homoloji cüt əmələ gətirdi. Sağlam oğlanda yox, Şerşevski-Ternerdə yazaq, 44 plus X-dir, cinsiyyət xromosomları cüt əmələ gətirmədi. Böyrəyin strukturu nefrondur. Doğru kəsişmələri müəyyən eləyin. Doğru kəsişmələr sadə refleksin 3-cü hissəsi, hansı refleks olur olsun, sadə refleks, mürəkkəb refleks, 3-cü hissəsində həmişə mərkəzi sinir sistemi durur. Yəni, mərkəzi sinir sisteminə aid doğruları tapacam. X hissi neyronun aksonudur. Hissi neyronun aksonu olsa da o mərkəzdə iştirak eləmir. Ona görə mən 1 götürmürəm. Beləliklə davam edirik. Y sinir impulsunu ara neyrondan keçə bilər. Ara neyron iştirak eləmir, sadə refleks olduğuna görə. Ara neyron burada iştirak eləmir və minus qoyub. Mən ona görə, yəni səhv deyirəm. Ona görə doğru kimi götürürəm. Səhvini özü etiraf elədiyi üçün. Z hissi neyronun cismi ola bilər. Z hissi neyronun cismi olsa da o mərkəzi sinir sistemində yerləşmir. Hərəki neyronun cismi ola bilər. Hərəki neyronun cismi ola bilər. Z hissi neyronun cismi ola bilər. Hissi neyronun cismi mərkəzi sinir sistemində yerləşmir. Hərəki neyronun cismi ola bilər. Bəli, mərkəzi sinir sistemində hərəki neyronun cismi ola bilər. Hərəki neyronun aksonu da ola bilər. Mən 5 də götürə bilərəm. Bax, burada məni çaşdıran məqam odur ki, buna 2-5 harda verilib başqa? 2-5. Aha, baxın, 2-5 verilən cavabları işarələyirəm. Ya B-dir, ya da Y bəndidir. 1. Hissi neyronun aksonu ola bilər. Bəli. Hissi neyronun aksonunun bir hissəsi doğrudan da sadə refleksin. Ona görə mən Y bəndini götürürəm. Amma bax, bir də baxaq görək, mən burada 4. Hərəki neyronun cismi ola bilər, mənfi işarəsi qoyulur. Burada heç bir səhv yoxdur. Y bəndi tam doğrudur. Bu sualda isə mən dən meyvənin hissələrini görmürəm. PDF-dir. Amma yenə də ehtimal eləyirəm ki, birinci hissə toxumun qabığıdır, ikinci hissə endosperimdir. 3 də rüşeym, 3, 4, 5 rüşeymin hissələridir. Yaranmasında bir qamet iştirak eləyib. İstəyirsən ləpə yarpağı götür, rüşeymin hissələrini götür, orada 2 qamet iştirak eləyəcək. Toxumun qabığı olaraq düşünürəm və C bəndi. Şəkili tam görmürəm. Əgər 13-cü sualda diqqətsizliyim varsa, siz buyurub bildirə bilərsiniz. Şəkildə müxtəlif tozlanma formalarına uyğun ifadələr verilib və mən görürəm ki, bir öz-özünə 2 isə çarpaz tozlanmadır. Və bunu uyğunlaşdırım, hansı fikirlər kimə məxsusdur? Çiçəyin əsas orqanları eyni vaxtda yetişməlidir. Bu bir buna aiddir ki, öz-özünə tozlanır. Acı paxla və lobya yenə öz-özünə tozlanır. İkievli bitkilərdə rast gəlinir çarpaz tozlanma.
Çovdarda rast gəlinir çarpaz tozlanma, saf xətlərin alınmasında öz-özünə tozlanma. Deməli, mən 1, 2, 5-i 1-ə yazmalıyam. C bəndində 3 və 4-ü isə belə yazmalıyam. DNT molekulunu əmələ gətirən nukleotidin rəqəmlə göstərilən hissələri haqqında doğru ifadəni müəyyən edin. Baxın, bir də xatırladıram ki, bu DNT molekuludur. Nə üçün xatırladıram? Karbohidratının dezoksiriboza olduğunu çaşmamağımız üçün. Gəlin baxaq. Birin ölçüsü timinin ölçüsünə. Bax, görürəm, birin ölçüsü böyükdür. Timinin ölçüsünə bərabər götürsəm, gərək sitozin götürüm. Bu da ya adenindir, ya guanin. Doğru fikir deyil. 2 disaxaritlərə daxildir. 2 dezoksiriboza olsa da disaxaritlərə daxil deyil, monosaxaritlərə. 2-nin tərkibində azot elementi daxildir. Karbohidratın tərkibinə azot elementi niyə daxil olsun? Birin ölçüsü guaninin ölçüsünə bərabər ola bilər, bəli, adenin ola bilər. 3-ün tərkibinə görə nukleotidlərin müxtəlif növlərində fərqlənmir. Ortofosfat qalığı da bütün nukleotidlərdə eynidir. 4-5 cavabını D bəndində vermiş olduq. Növbəti suala keçirik və Georgindir, soğangülü bitkisidir. Georgindir, zəfərandır, bunlar qısa günlü bitkilərdir. Bax, qısa günlü mənə A və Y bəndində verilib. Meyvəsi toxumcadır düşünürəm, çünki mürəkkəbçəklər fəsiləsinə aiddir. Yaşıl quş mamırının yetkin fərdində nəsil növbələşməsi baş vermirsə, bu erkək quş mamırı, bu sualı da bəyəndim mən. Yaşıl quş mamırının yetkin fərdində nəsil növbələşməsi baş vermir. Dişi olsaydı, qeyri-cinsi nəsil, cinsi nəsil, qutucuq olardı. Demək, bu cinsi nəsildə özü də erkək fərddir. Cinsiyyət hüceyrələri qamçılıdırmı? Bəli. Allergenlər cütünə rast gəlinərmi? Yetkin bitki mamır diploid deyil. Orada allergenlər cütü yoxdur. Meyoz bölünmə getmir, çünki o spor yetişdirmir. Və beləliklə bilavasitə protal inkişaf eləyə bilər. Bəli, 1-4 C bəndini götürək. Şirin su hidrasının şəkildə göstərilən hansı hüceyrəsi cinsi hüceyrələr əmələ gətirər? 5-6-nı çıxıram. Baxın, niyə? Çünki daxili qat hüceyrələrdir. Xarici qat hüceyrələrdən də 4-ü çıxıram. Harda 4 var və 5-6 var, çıxaq. Və biri mən, əgər düzgün görürəmsə, bunu dəri əzələ hüceyrəsi görürəm. 2-ni bilmirəm, 2 dəqiq, amma 3 aralıq hüceyrə olaraq görürəm. Əgər şəklin aydınlaşdırılmasındakı Xerexdir, aralıq hüceyrə olaraq mən 3-ü görürəm. Cavab ona görə yalnız 3 götürürəm. Əgər aralıq hüceyrəni 2 verərsə, onda yalnız 2 də götürmək doğrudur. Yenə deyirəm, şəkil çox dəqiq deyil. Ona görə buradakı qüsurum olarsa, bu normal qarşılayarsınız inşallah. Diaqramda Karl Linneyin elmə gətirdiyi sistematik vahidlər göstərilib. Hansı fikir doğrudur? Karl Linneyin sistematikasına baxaq. Növ, cins, dəstə və sinif sistematik kateqoriyalarını gətirir. 3 xordallar ola bilər. Dəstə xordallar ola bilməz. Xordallar tipdir. 4 örtülü toxumlar, sinif örtülü toxumlar ola bilməz. Örtülü toxumlar şöbədir. 1 Canis familiaris ola bilər. Bəli, növdür deyə Canis. Homo sapiens ola bilər. 2 cinsdir. Burada isə Homo sapiens 2 sözlə ifadə olunan növdür və homonidlər bir dəstədir. 2 cinsdir. Bu da doğru deyil. Burada C bəndi daha məqsədə uyğundur. İnsanda səs siqnallarının ötürülməsində eşitmə borusu iştirak etmir. Orqanlara aid hansı ifadələr doğrudur? Birinci bilək ki, K qaraciyərdir, M mədədir, F isə mən nazik bağırsaq görürəm. Qida maddələri ilə zəngin qan qaraciyərə gəlir. Bəli. Sellozanın parçalanması doğru deyil. Sellozanın parçalanması mədədə baş verməz. F səthinin sahəsi ən böyükdür. Əgər nazik bağırsaq götürərsə, bəlkə yoğun bağırsaq götürür. Ona görə bilmirik hələ F haqqında. Maddələrin həm kimyəvi, həm mexaniki həzmi baş verər. Ağızda çeynənibdir ya, mexaniki həzm həm də kimyəvi həzm baş verə bilər. 4-ü 100% götürürük. Suyun alkoqolun sorulması baş verir. Əgər F yoğun bağırsaqdırsa, suyun və alkoqolun sorulması. Amma məncə F nazik bağırsaqdır. Onda bunu götürə bilmərik. Yağları parçalayan ferment hazırlayır. 6 harda var onu silək. Çünki qaraciyər ferment hazırlamaz. Deməli, mən 1 seçdim, 4 seçdim. Bir də 3-də əminəm. Ona görə Y bəndini işarələyək. Səthinin sahəsi, nazik bağırsağın səthinin sahəsi daha böyükdür. 22 nömrəli sualda X, Y, Z orqanoidləri verir və mən baxıram ki, X orqanoidləri karbon qazının miqdarını artırır. Deməli, mən buna yazaram mitoxondri. Buna yazaram. Baxın, oksigenin miqdarını artırırsa xloroplast, amin turşularının sayını azaldarsa ribosom. Aerob tənəffüsü təmin edir. Y xloroplastdır.
aerob tənəffüsü necə təmin eləsin? Oksigen yaradır, oksigen istifadə eləmir. X, yəni mitoxondri 2 lipid cərgəsi var, səhvdir 4 lipid cərgəsi var. Hüceyrə membranı olmur. Baxın, bu fikir doğrudur, ribosomda membran olmur. Digərlərinə baxaq. Y, yəni ki, digər növlərində glikoza. Y xloroplastdır. Digər növləri xromoplast və leykoplastdır. Orada glikoza sintez olunmaz. Z prokaryotlarda rast gəlinmir. Ribosom olduğuna görə prokaryotlarda rast gəlinir. Çənəsiz onurğalıların meydana çıxdığı dövrdə. Deməli, bir də xatırlayaq, çənəsiz onurğalılar nə vaxt meydana çıxıb? Çənəsiz onurğalılar deyərsə Ordovik. Əgər desə ki, çənə ağızlı onurğalılar, onda silur götürərsiniz. Çənəsiz onurğalılar dediyinə görə Ordovikdə baş verənləri götürəcəm. Biri götürürəm, bitki toxmaları yarandı götürürəm. Daxili skeleti mən xord olaraq düşünürəm və bunu proterozoya aid eləyirəm. Borlu sümüklər qurbağadır, devona aid eləyirəm. Kök sistemi Ordovikdə ilk dəfə mamırları yaranıb, hələ onların rizoidləri var. Düşünürəm kök sistemi bir qədər sonra silurda, amma gövdə yarpaq götürə bilərəm. Sağlam insanın sakit halda baş verən tənəffüs hərəkətlərindən oksigenin və xaricə buraxılan karbon qazının həcmləri arasında fərq 560-a bərabərdir. Tənəffüs hərəkətlərinin müddəti neçə dəqiqə çəkir? Əvvəlcə biz bilirik ki, 25 kub santimetr və 20 karbondur. Bunlar arasında bir tənəffüs hərəkətində fərq 500-dür. 560 tənəffüs hərəkətini 5-ə bölək, görək burada neçə tənəffüs hərəkəti baş verdi? 112. Bir dəqiqədə də 16 tənəffüs hərəkəti olduğuna görə burada 7 dəqiqə hesablaya bilərik. Ağçəng geninə görə heterozigot valideynlər, ağçəng dominantdır, heterozigot valideynləri çarpazlaşdırdım və valideynlərin genotipi ilə eyni olan, baxaq, böyük yağlar, 2 dənə böyük yağ, kiçik yağ və kiçik yağlar valideynlərin genotipi ilə eyni olan oğlanlar doğulsun. Zaten bu uşaqlar 50%-dir. Mən düşünürəm ki, 50% bu genotipdir və oğlan dediyinə görə bir də 2-də 1-ə vururam və ona görə də 25% hesablayıram. Ürək, demək, əzələ toxmasının 2 növünə rast gəlinsin. Ürəkdə bir ürək əzələsinə rast gəlinər, bir də qan damarlarına rast gəlinər. Əzələ toxmasının 2 növünə. Sarğı əzələləri, yəni ennazolaqlı əzələlər, bir ora qan gətirən damarlar. Amma mədədə sadəcə bir dənə. Həm damarlar, həm də mədə say əzələlərdir. Acı bağırsaqda, baxın, 3 və 5-i siləndə 1, 2, 4 qalır. Deməli, 27 nömrəli sualda deyir ki, bir nömrəli canlıdırsa, o həm meyoz keçirir, həm hüceyrə divarı var, həm anizogamiya tipli qamet əmələ gətirir, həm də produsentdir. Anizogamiya tipli qamet əmələ gətirmə, o deməkdir ki, qametlər quruluşuna görə eynidir, amma ki, ölçüləri fərqlidir. Düşünürəm ki, bura mən örtül toxumlar və çılpaq toxumlar yazaram. Birə yazaram həm A, həm də D. Anizogamiya tipli qamet əmələ gətirmə onlardadır. İkincidə isə heç bir şey yoxdur. Nə hüceyrə divarda yoxdur deyə mən ikinciyə heyvan qoyaram. Bax, qalanları bitkidir. Hüceyrə divarı olmadığına görə S-ni qoyarsınız. 3-də isə hüceyrə divarı var, həm də produsentdir. Yaşıl bakteriya produsentli hüceyrə divarı var. Deməli, 3-ə mən B və Y bəndini rahat bir şəkildə yerləşdirə bilərəm. Və situasiyaya gəldik. A vitaminin çatışmamazlığı ilə bağlı uşaqlarda ölüm riskinin azaltmaq üçün 91-ci ildə Ingo Patricus və əməkdaşları beta-karotin maddəsi ilə zəngin qızıl düyü sortunu yetişdirdi. Nərgiz və xromosom sayı 220N olan qarğıdalı bitkisinin genlərindən istifadə elədi. Xromosom sayı 20 olan qarğıdalının genlərindən istifadə elədi. 2N-i 20-dir qarğıdalda. Beta-karotin A vitamininə çevrilməsindən qızılı düyüdə A vitaminin miqdarı qarğıdaldan 2 dəfə çox oldu. 100 qram qarğıdalı götürür və onun miqdarında 20 milliqram A vitamini var imiş. Həmin miqdarda qızılı düyülü götürsəm 40 milliqram A vitamini var. Vitaminin miqdarı nə qədər olar? 40. İndi düyünü bişirirəm. A vitamini ilə zəngin qidalar bişiriləndə 50% azalır. Yəni 2-də 1-ə vururam. O da eləyir 20 milliqram. Bişirəndən sonra A vitamininin neçə günlük norması var? Gün ərzində də 1 mikroqram qəbul elədiyimizə görə burada 20 günlük norması var. Bu prosesdə biotexnologiyanın hansı üsulundan istifadə olundu? Biotexnologiyanın hansı üsulundan? Gen mühəndisliyi.
gətirdilər, gen köçürdülər. İndi beta-karotin istehsalının dənli bitki nədən söhbət gedir? Düyüdən söhbət gedir. Tozlanma üsulu öz-özünə. Çiçək düsturu taxılları yazaq da. C2-2, Y3D1. Endosperm hüceyrəsinin nüvəsindəki xromosom sayı 3n olduğuna görə və bitki də öz-özünə tozlandığına görə və burada qarğıdalını verir ha. Nüvəsindəki xromosom sayı. Biz baxaq görək burada düyünün deyir nərgiz və xromosom sayı qızıl düyü çərtik sortunu yetişdirmək üçün nərgiz və xromosom sayı 20 olan qarğıdalı bitkisinin genlərindən istifadə elədilər. Qarğıdalının genlərini verir. Burada düyünün xromosom sayını vermir və deyir ki 20 olan genlərindən istifadə. Yaxşı. Demək qarğıdalının genlərindən istifadə edirlərsə xromosom sayı da çox güman ki onunla eyni olacaq. O zaman 30n yazaq. Eni 10-dur, 3-eni isə 30-dur. Vavilova görə düyünün istehsalın, yəni düyünün özünün müxtəliflik mərkəzi, birinci mərkəz Cənubi Asiya tropik mərkəzi. Yazaq. Beləliklə biz sualların izahına gəldik, çatdıq. Hər birinizə uğurlar arzulayıram. Bir qədər səbirli olun, dözümlü olun. 10 gündən də az vaxt qalıb. Hər birinizə qəbul imtahanlarında bol-bol uğurlar arzulayıram. Diqqətiniz üçün təşəkkür edirəm.